Son illər dünya üzrə hava çirklənməsi ilə bağlı narahatlıq artmaqdadır. Xüsusilə də paytaxt və böyük şəhərlərdə nəqliyyat sıxlığı, sənaye tullantıları və tikinti tozları havanın keyfiyyətini aşağı salır. Bu vəziyyət tənəffüs və allergiya xəstəliklərinin artmasına da birbaşa təsir göstərir. Mövzu ilə bağlı araşdırmamız olacaq, izləyək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən insanların 99%-i sağlamlıq üçün təhlükə yaradan hava ilə nəfəs alır. 2023-cü ilin beynəlxalq hesabatına görə Azərbaycanda ən çirkli ərazi Abşeron yarımadası, ən çirkli 3 şəhər isə Bakı, Sumqayıt və Gəncə hesab olunub. Hətta bəzi günlərdə havada zərərli hissəciklərin miqdarının 2 dəfəyə qədər artdığı müşahidə olunur. Əsas çirklənmə mənbələri isə avtomobil nəqliyyatı, sənaye müəssisələri və tikinti sahələridir. Mütəxəssislər bildirirlər ki, bu amillər həm ekosistemi, həm də insanların gündəlik sağlamlığını birbaşa təsir altında saxlayır. Atmosferə küllü miqdarda, müxtəlif növ tərkibdə zərərli maddələr buraxılır. Azot, karbon, dioksitləri, mis qurum, sonra aldehidlər ki, olduqca kəskinlikli və daha çox təsir edir. Bax, bütün bunlar hamısı birlikdə insan sağlamlığına təhdid edən və xəstəliyi, ən çox xəstəliklərə bais olan maddələrdir. Havadakı toz və qaz hissəcikləri xərçəng və ağciyər xəstəlikləri ilə yanaşı tənəffüs yolları xəstəliklərinin və allergiyaların artmasına səbəb olur. Həmçinin aparılan tədqiqatlar çirkli havanın depressiya və narahatlıq risklərini artırdığını da göstərir. Həkimlərin müşahidələrinə görə son illər astma və göz qaşınması kimi halların sayı çoxalıb. Əvvəllər bu xəstəliklər əsasən mövsümi xarakter daşıyırdısa, indi ilin bütün dövrlərində, xüsusilə də havada toz hissəciklərinin çox olduğu günlərdə müşahidə olunur. Onların fikrincə havadakı toz və qaz qarışıqları immun sistemini zəiflədir və həssas insanlarda güclü allergik reaksiyalar yaradır. Çirkli havanın çox olduğu yerlərdə ağciyər sistemi xəstəlikləri, astma, ağciyərin obstruktiv xəstəliyi, yuxarı tənəffüs yolu infeksiyaları, pnevmoniya kimi vəziyyətlər daha çox müşahidə olunur. Eləcə də nevroloji xəstəliklər var ki, bunlar da havanın çirkli olduğu vaxtlarda daha çox nevrolojik statuslar pozulur. Bu xəstələr daha çox depressiv ola bilirlər, ruh durumları tez-tez dəyişə bilərlər ki, eyni zamanda arterial hipertenziya xəstələrində də havanın çirkli olduğu vaxtlarda təzyiqin yüksəlməsi müşahidə olunur. Havanın çirklənməsi həm ekologiyaya, həm də ictimai sağlamlığa təsir göstərən ciddi problemdir. Ekspertlərin fikrincə nəqliyyat tullantılarının azaldılması, yaşıllıqların artırılması və ekoloji maarifləndirmə tədbirləri bu prosesin qarşısını almağa kömək edə bilər. Təmiz hava təkcə rahat nəfəs deyil, sağlam gələcəyin də əsas şərtidir.